İşlə əlaqədar xəbər gözləyənlər üçün bu açılımı edirəm. Çox tez-tez müraciət eləyirsiniz. Belə deyək də, yaxın 2 ay içində tez bir vaxtda işiniz olacaqmı, işləyəcəksinizmi, gözlədiyiniz yerdən xəbər gələcəkmi? Birinci baxaq xəbər gözləyənlərdən. Gəl baxaq, gözlədiyiniz yerdən xəbər gələcəkmi, işlə əlaqədar xəbər gələcəkmi? Hələ ki bu məsələ askıda qalıbdır. Hələ ki bu məsələ ümumiyyətlə belə deyim də xəbər yoxdur. Çoxdan da gözləyirsiniz həmin yerdən xəbər. Niyə xəbər gəlmir? Gəlin belə baxaq. Xəbər niyə gəlmir? Gözlədiyiniz yerdən nə üçün sizə geri dönüş olunmur? Həmin belə deyim də, ola bilsin ki, nə isə CV-mi göndərmişsiniz, hər nədirsə belə deyək. Ya sizə iş sözü verən insan, belə deyim də, tutaq ki, söz verib, amma o sözü, yəni biraz bu söhbətdə yalan var. Kimdirsə, tutaq ki, iş sözü verən insandırsa, bu söhbətdə yalan bir söhbət var. Yox, əgər müraciət eləmişsinizsə harasa, həmin o yerdə seçim yalandan seçim olur. Yalandan seçim nə deməkdir? Burada yəni ya özlərin kiminsə, məsələn, həmin yerə tutaq ki, öz tanış bilişlərini çağırırlar. Belə deyim sizə. Çünki burada belə bir şey çıxır ki, ona görə də sizə xəbər gəlmir, sizə geri dönüş olmur. Çünki müraciət elədiyiniz haradırsa, oradan yəni sadəcə yəni formal olaraq göndərmisiniz, formal olaraq ediblər, amma onların hədəfləri tanımadığı birini seçmək deyil. Belə bir xəbər var. Gəl yenə baxaq. Gözlədiyin yerdən sən işə çağıracaqlarmı? Gözlədiyin yerdən işə çağıracaqlarmı? Gözlədiyin yerdən işə çağırılmaq təəssüf ki, görmürəm, yenə deyim, çünki yəni hara müraciət eləmisənsə, bir yerdirsə, fərqli yerlərə də müraciət elə. Çünki oradan alacağın xəbər, hətta geri dönüş olsa da, xəbər olsa da, yəni bu səni razı salmayacaq. Bu ayrı. Gəl bir dənə də belə sual verək. Tutaq ki, kiməsə müraciət eləmisən ki, sənin üçün işlə əlaqədar iş məsələvi həll etsin. Gəl belə baxaq, həmin insan işi həll edəcəkmi? Sənə söz verən insan həqiqətən də sənin iş məsələni həll edəcəkmi? Həll edəcəkmi? O insan özü yox, o insan bu məsələni başqasına deyə bilər, başqasıyla danışa bilər. Ola bilsin ki, bir qadın xeylağı da ola bilər və yaxud da ki, qadın xeylağına deyə bilər, hər nədirsə. Amma oradan da elə bir dönüş, istədiyim bir geri dönüş görmürəm. Yəni, bu insan çalışıbdır, tutaq ki, amma digər tərəfdən hələ ki, bir çağırış falan yoxdur. Oradan da söhbəti uzadırlar, belə deyək. Gəl, ümumiyyətlə, baxaq, bəs nə üçün iş məsələn alınmır, nə üçün sənin işlərin alınmır, səbəbi nədir yəni? Müraciət elədiyin yerlərdən xəbər gəlməməyin, iş məsələnin alınmamağının əsas səbəbi nədir? Sənin özünün də ümidsizliyindir və burada bir şey də var ki, sən elə bil ki, özün özünə dəstək deyil də kimlərdənsə gözləyirsən, özün də çarpışıb, vuruşub, nəysə bir şey eləməlisən, ya əlini tez üzürsən, ya bu dəqiqə konkret əlini üzmüsən, elə bir dəstək görmürəm çünki səndə. Gəl belə baxaq, hansısa iş yolunda bağlılıq, negativ varmı? Sənin iş yolunda bağlılıq, negativ varmı? Bəli, bağlılıq da var. İş yolunda bağlılıq da var. Məsləhət görürəm, bir dənə özün üçün meditasiya mı, təmizlik mi, dualar mı, kim hansı yolla bilirsə, iş yolunda təmizlik elətdirəsən. Çünki, bəli, hara əlvi atsan da, bu bağlılıq varsa, hara əlvi atsan da, yəni cavab almaq və ya işin alınmağı mümkün deyil. Okey, gəl bir dənə də sual verək. Belə deyəm, birinci, bu ayın sonuna kimi iş tapacaqsanmı, işləyəcəksənmi? Bu ayın sonuna kimi işə çıxıb işləyəcəksənmi? Bu ayın sonuna kimi işə çıxıb işləyəcəksənmi? Bu ayın sonuna kimi. Amma bir sevindirici xəbər var ki, bu ayın sonuna kimi və yaxud da ki, ay yarım içində sənə iş yolların açıla bilər. İşdə tapacaqsan, işləyəcəksən də, sevinəcəksən də. Narahat olma. Ola bilsin ki, ya təmizlik eləyənlər burada var, çünki yol açıqlığı çıxır. Enerji təmizliyi eləsən, sırazı yəni bu yolların daha tez açılacaq və bəli, iş alınacaq. Aldım, qəbul edilməyəz, ətraflı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla.